Heç gerçək bir komanda işi təcrübən olub, elə bir vaxt ki, bütün komanda üzvləri bir çarxın dişləri kimi bir-birinə keçib, həmrəyliklə işləyirlər və heç nə onları dayandıra bilmir. Təsəvvür et, bir ev tikilib, kərpicləri dəqiqlik və nizamla üst-üstə düzülüb. Belə bir ev nə tufandan qorxar, nə də zəlzələdən. Allah Qur'an-ı Kərimin Saf surəsinin 4-cü ayəsində belə buyurur. İnnallaha yuhibbullezine yuqatiluna fi sabilihi saffan ka'annahum bunyanun mersus. Allah onun yolunda bir divar kimi sıx sıralanaraq vuruşanları sevir. Yəni nə zaman bir yerdə birləşib məqsədimizə birliklə addımlasaq, Allah bizi sevir. Sanki möhkəm bir zəncirin halqaları kimi bir-birimizə bağlı olsaq, heç bir güc bizi ayıra bilməz. İttihad, birlik hər bir işdə vacibdir. Ailədə, işdə, cəmiyyətdə. Amma ən önəmlisi düşmən qarşısında birlikdir. Əgər elə möhkəm dayansaq ki, düşmən bizi aşılmaz bir sədd kimi görsə, bax onda Allahın sevdiyi kəslərdən olarıq. İndi gəlin bir anlıq öz həyatımıza baxaq. Doğrudan da biz düşmən qarşısında möhkəmiymi? Yoxsa bəzən bir-birimizlə didişib, o divarın kərbizlərini özümüz uçururuq. Gəlin məşq edək. O divarın möhkəm bir kərpici olaq. Çat verən, uçan bir kərpic yox.